motiv elm olmalıdır, imtahandan keçmək olmamalıdır. Bu günlərin, baxın çox sadə bir şey deyim də mən sizə. Deyək ki, bir puzzle olsun, düzdür? Və sizə verək ki, o puzzle yığasınız. O puzzle siz vaxta baxırıq ki, 2 dəqiqəyə yığdınız məsəl üçün. Amma bu vaxtı sizə demirik. Gələn dəfə sizə deyirik ki, yenə o puzzle yığmalısınız, amma 2 dəqiqə vaxtınız var, 2 dəqiqəyə çatdırmalısınız. Bu dəfə siz böyük ehtimalla, yəni araşdırmalar göstərir ki, böyük ehtimalla elə həyəcanlanacaqsınız ki, 2 dəqiqəyə onu bitirə bilməyəcəksiniz. Halbuki bayaq bitirmişdiniz. Və ona görə də son nəticə imtahan olanda, 1 ildən sonra, 2 ildən sonra imtahan olanda uşaq başlayır həyəcanlanmağa. Bizim psixoloqların yanına gələn abituriyentlər bilirsiniz nə deyirlər? Deyirlər ki, mənim dərs oxumağıma o faktor mane olur ki, mən düşünürəm ki, mən uğur qazanacam, qazanmayacam, boşuna oxuyuram, yoxsa oxumağıma dəyəcək. Yəni, görürsünüz, burada motiv imtahan olanda uşaq nə dərəcədə elmdən ziyana düşür. Və nəticədə tamam, gedəcək, 600 bal lap yığacaq. Amma o sabahlarım bir də gələcək psixologiyasını düzəltməyə, bir də ona lazım olacaq ki... Fuad bəy, qısa və konkret desək, bugün fikirlərini